Keçən günlərdə biz bəhsimiz tövbə haqqında idi mövzumuz. Amma bu gün Ramazan ayının 12-ci günü üçün xutbə fikir haqqındadır. Fikrin gücü və onun həyatımıza olan təsiri haqqında. Bismillahirrahmanirrahim. Həmd olsun aləmlərin Rəbbinə, səlavət və salam olsun Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm və onun pak əhli beytinə aleyhimussalama. Ramazan ayı, bəli, biz qeyd etdik ki, təkcə oruç tutmaq və günahdan çəkinmək ayı deyil. O həm də insanın düşüncələrini saflaşdırmaq, fikirlərini təmizləmək və iradəsini gücləndirmək üçün bir fürsətdir. Fikir insanın həyatında istiqamət verən əsas amillərdən biridir. Bəzən bir fikir insanı səadətə çatdırır. Bəzən də görürük ki, onu fəlakətə sürükləyir. Mövzunun izahı və şərhinə biz baxsaq, deyə bilərik ki, insan həyatında fikirlərin rolu danılmazdır. Həzrəti Əli əleyhissalam buyurur, fikir həyatın rəhbəridir, ağılın aynasıdır. Bu hədis bizə göstərir ki, insanın fikirləri onun gələcəyini formalaşdırır. Əgər biz daim müsbət, ilahi və səmərəli fikirlər üzərində düşünəriksə, həyatımız da gözəlləşəcək. Əks halda mənfi fikirlər insanı həlaka aparar. Quran-ı Kərimdə biz dəlil gətirək. Biz dəlil gətirsək görərik ki, Allah Taala Quran-ı Kərimdə buyurur: "Və la təqfun ma leysə ləkə bihi ilmun İnne's-sem'a vel-basara vel-fu'ada kullun ulaika kana anhu mas'ulan." Bilmədiyin şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb bunların hamısı sorğuya çəkiləcəkdir. Biz bura baxdıqda İsra surəsinin 36-cı ayəsində şahid oluruq. Bu ayə bizə bildirir ki, insan təsadüfi və mənasız fikirlərlə məşğul olmamalıdır. İnsan nə düşündüyünə görə də belə cavab verəcəkdir. Hədis və şərh biz baxsaq, İslam Peyğəmbəri ki, Həzrəti Peyğəmbər buyurur, insanın əməli onun niyyətindən asılıdır. Bu hədis bizə göstərir ki, insanın fikirləri və niyyəti onun həyatına birbaşa təsir edir. Əgər Ramazan ayında insan öz düşüncələrini saflaşdırsa, pis fikirləri beynindən çıxarsa, onun ruhu yüksələr və Allah dərgahına yaxınlaşar. Bir gün bir gənc Həzrəti Loğman həkimə yaxınlaşıb soruşdu: "Ey müdrik insan, sən necə bu qədər bilikli və uğurlu oldun?" Loğman cavab verdi: Mən həmişə iki şeyi qorudum. Birincisi dil oldu və ikincisi fikirlərim. Dilimi və fikirlərimi. Çünki dil insanın ürəyində olanları açıb tökər. Fikir isə insanın yolunu müəyyən edər. Bu hekayə bizə göstərir ki, insanın fikirləri onun taleyini müəyyən edir. Əgər insan daim saf, hikmətli və müsbət fikirlərlə məşğul olsa, həyatı da müsbət istiqamətə dəyişəcək. Ramazan ayı fikirləri saflaşdırmaq üçün bir fürsətdir, əzizlər. Bu ayda yalnız bədənimiz oruç tutmamalıdır. Beynimiz və qəlbimiz də günah və mənasız fikirlərdən uzaq olmalıdır. Gəlin bu mübarək ayda fikirlərimizi Quran-ı Kərim və Peyğəmbərimizin sünnəsinə uyğun olaraq saflaşdıraq. Allahdan istəyirik ki, bizi həqiqi təqva və saf
düşüncələr sahibi olan salih bəndələrdən qərar versin. Amin.